Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün sizinlə 7-ci sinifin 6-cı mövzusu olan quraşdırma elementləri olan məlumatların spesifikasiya mövzusunu öyrənəcəyik. Müəllimlərə çətin gələn mövzulardan biridir. Diqqətlə dinləsəniz çox gözəl mənimsəyəcəksiniz. Gəlin başlayaq mövzumuza. Görək quraşdırma nə deməkdir? Quraşdırma hesablamaları yerinə yetirməklə planlaşdırmaq, qurmaq, tikmək deməkdir. Baxın, elə burada özü də verir. İzah edir ki, tutaq ki, məsələn, maşınlar, oyuncaqlar, mətbəx ləvazimatları olsun. Yəni, bunların hamısı quraşdırma prosesinin nəticəsidir. Nə deməkdir quraşdırmaq, planlaşdırmaq, tikmək? Bu avadanlıqların hazırlanmasıdır. Quraşdırma necə prosesdir? Quraşdırma yaradıcı prosesdir. Testlərə düşür. Quraşdırma necə prosesdir? Yaradıcı prosesdir. Əgər biz nəsə hazırlayırıqsa, biz yaradıcı insan oluruq, prosesimiz isə yaradıcı proses olur. Daha sonra ixtiralar, kollektiv, əmək, bunlar bizə məlum olan hissələrdir. Bunları özünüz oxuyacaqsınız. Hazırlama prosesində istənilən məlumat müəyyən mərhələdən keçir, məlumdur. Konstruktor beyində yaranan ilkin ideya sonraki mərhələlərə sözlə təsvir edilir. Rəsmə, sxemə, çertyoja çevrilir. Biz 6-cı sinifdə öyrənmişdik. Deyin görüm, konstruktor kim idi? Nə işə baxırdı? Bu sualları cavablandırın. Bir neçə variant irəli sürürdük. Bu variantların çoxluğuna nə deyilirdi? Biz bunların hamısını 6-cı sinifdə keçmişdik. Deməli, ideya beyində yaranır. Sonra bu rəsmə, sxemə, çertyoja çevrilir. Sonra məlumat haqqında tam məlumat daşıyan bütün mətn və təsvir sənədləri konstruktor sənədləri adlanır. Baxın, məlumat haqqında tam məlumat daşıyan sənədlər konstruktor sənədləridir. Və mətn və təsvir sənədləri də konstruktor sənədləridir. Mən bunu belə yadda saxlayıram. MTK. Mətn, təsvir, konstruktor sənədləri. Bu cür yadımda saxlayıram. Sizə də kömək olacaq, əminəm. Quraşdırma sənədləri məlumatın işlənməsi, onun hazırlanması, nəzarət və istismarı üçün lazım olan məlumat bazasıdır. Quraşdırma sənədləri detalın çertyoju, spesifikasiya ilə birlikdə ümumi görünüş çertyoju, həmçinin təlimat və sxemlər də aiddir. Saxlayaq 3 üstəgəl 3. Yəni 3 çertyoj, 3 spesifikasiya, təlimat və sxemlər. 3 çertyoja nə aid oldu? Quraşdırma çertyoju, detalın çertyoju, ümumi görünüş çertyoju. Digər 3 nə oldu? Spesifikasiya, təlimat və sxemlər. Bura qədər aydın oldusa, keçək digər hissəyə. Bura dönəcəm birazdan. Detalın çertyoju, onun təsviri, hazırlanması, lazım olan ölçüləri və digər məlumatları özündə əks etdirir. Deməli, detalın çertyojuna nələr aid oldu? Təsvir, hazırlanması üçün lazım olan ölçülər və digər məlumatlar. Məlumat bir neçə detalın birləşməsindən ibarət olduqda quraşdırma çertyoju işlənib hazırlanır. Deməli, quraşdırma çertyoju nə vaxt hazırlanır? Məlumat bir neçə detalın birləşməsindən ibarət olduqda. Quraşdırma çertyojunda məlumat detalların bir-biri ilə birləşdirilməsi üsul və ardıcıllıqla göstərilir. Quraşdırma çertyoju nə ilə göstərilir? Üsul və ardıcıllıqla. Məlumata daxil olan bütün detallar spesifikasiyada sadalanır. Detalların quraşdırma çertyojundakı nömrələri spesifikasiya ilə eyni olmalıdır. Deməli, ümumi görünüş çertyoju. Ümumi görünüş çertyoju məlumatın quruluşunu əks etdirir. Onun əsas tərkib hissələrinin qarşılıqlı əlaqəsini və məlumatın iş prinsiplərini izah edir. Çertyoja spesifikasiya da əlavə edilməlidir. Deməli, müəllimlər, bunlara nə deyirik? Quraşdırma çertyoju adından məlum olduğu kimi nə isə quraşdırır. Bura aid oldu üsullar, ardıcıllıqlar və həmçinin spesifikasiyada sadalanır. Spesifikasiya ilə çertyojun nömrələri eyni olmalıdır, üst-üstə düşməlidir.
Ümumi görünüş sertiyoju isə məlumatın quruluşunu əks etdirir, onun əsas tərkib hissələrinin qarşılıqlı əlaqəsini, məlumatın iş prinsipini izah edir. Deməli, ümumi görünüş sertiyoju deyəndə yadımızda saxlayırıq. Qarşılıqlı əlaqə məlumatın iş prinsipini izah etdi. Həmçinin sertiyoja spesifikasiyada əlavə edilməlidir. İndi dediyim bir söz. Bayaq dedik ki, detalların quraşdırma sertiyojundakı nömrələr spesifikasiya eyni olmalıdır. Qaydırıq şəkil 1-ə. Bu nə deməkdir? Deməli, baxın. Burada əvvəlcə onu deyin görüm, spesifikasiya 6-cı sinifdə keçmişdik. Harda yerləşirdi? Yığma sertiyojunun altında, sağ aşağı küncdə. Bəli, eynən elə verilib. Sonra burada sertiyojlar verilmişdir. Quş yuvasının sertiyojudur. Deməli, nə deyirik? Burada birinci sıra nömrəsi verilib, detalın adı, sayı, materialı və əlavə qeydlərin yazıldığı sütun. Deməli, ön divarımıza baxın. Bu 1-dir. Burada da 1 yazılıb. Baxın, burada da 1 yazılıb. Sonra sayı 1 ədəddir. Bəli, materialı fanerdən hazırlanmışdır. Ümumiyyətlə, hamısının materialı fanerdən hazırlanmışdır. Sonra yan divarlara baxın. Yan divarlar 2 dənədir. Burada da 2 dənə yan divar yazılıb. Yəni, bu deməkdir ki, spesifikasiya ilə sertiyojda verilən nömrələr üst-üstə düşməlidir. Baxın, alt divar 2 dənədir. Doğrudan da alt tərəfimiz 2 dənədir. Sonra hamısı burada eyni ilə göstərilmişdir. Bir aydın oldu. Keçək digər hissəyə. Təlimatın tərkibində məlumatın hazırlanması, yığılması, tənzimlənməsi, ona nəzarətə dair göstərişlər olur. Deməli, təlimat nəyisə göstəriş vermək, nəyisə nəzarət etmək aiddir. Şərti işarələr şəklində olan sxem məlumatın tərkib hissələri və onların qarşılıqlı təsirini əks etdirir. Deməli, sxemə aid olduğu qarşılıqlı təsir. Quraşdırma praktikasında təsvirin ilkin forması olan texniki rəsm böyük əhəmiyyət kəsb edir. Çox vaxt layihə yaratmağa başlayanda dizayner və ya mühəndis öz fəaliyyətinə texniki rəsm çəkməklə başlayır. Bu onunla izah olunur ki, texniki rəsm sertiyoja nisbətən daha əyanidir, daha tez yerinə yetirilir. Sonra texniki rəsm ölçmə və rəsm alətlərindən istifadə etmədən gözlə, əllə yerinə yetirilir. Burada da texniki təsvir çəkilmişdir. Elə texniki təsvir, texniki rəsm eyni şey deməkdir. Hər hansısa bir testdə texniki rəsm və ya texniki təsvir görsəz, çaşmayın, bilin ki, eyni anlayışdır. Bütün məlumatlar və pəstahlar müəyyən texnoloji proseslərin yerinə yetirilməsi nəticəsində hasil olunur. Pəstah nədir? Deməli, pəstah nə oldu? Pəstah sonradan emal yolu ilə hazırlanmış məlumatı almaq üçün nəzərdə tutulan yarım məhsuldur. Deməli, pəstah nədir? Yarım məhsuldur. Bütün məlumat və pəstahlar müəyyən texnoloji proseslərin yerinə yetirilməsi nəticəsində hasil olunur. Bura qədər bildik. Keçirik. Texnoloji proses nədir? İstehsal prosesinin bir hissəsi olub, əmək əşyasının dəyişdirilməsi və onun vəziyyətinin müəyyənləşdirilməsi üçün məqsədyönlü fəaliyyətdir. Əmək əşyalarına pəstahlar aid edilir. Deməli, texnoloji proses nə oldu? Əmək əşyasının dəyişdirilməsi, onun vəziyyətinin müəyyənləşdirilməsi üçün məqsədyönlü fəaliyyət. Əmək əşyalarına da pəstahlar aid edildi. Sonra keçirik texnoloji əməliyyatlara. Texnoloji əməliyyat eyni iş yerində bir və ya bir neçə fəhlənin, bir və ya bir neçə emal olunan və yığılan məlumat üzərində fasiləsiz yerinə yetirdikləri texnoloji prosesin bir hissəsidir. Deməli, texnoloji əməliyyat prosesin bir hissəsi olub, eyni iş yerində bir və ya bir neçə fəhlənin, bir və ya bir neçə emal olunan və yığılan məlumat üzərində fasiləsiz yerinə yetirdikləri texnoloji prosesdir. Texnoloji əməliyyat müxtəlif texnoloji keçidlərdən ibarətdir.
eyni texnoloji təchizat vasitələri ilə yerinə yetirilən texnoloji əməliyyatın başa çatmış hissəsi texnoloji keçid adlanır. Texnoloji keçidi onu deyə bilərəm ki, cilalama başa çatdı, keçirəm rəngləməyə və ya yumma başa çatdı, keçirəm digər bir hissələrə. Məlumatın quraşdırma sənədlərindən başqa texnoloji sənədlər də var. İndi gəlin tanış olaq görək hansı texnoloji sənədlərimiz var. Texnoloji sənədlər qrafik və mətn sənədləridir. Bu sənədlər məlumatın hazırlanma texnologiyasını təyin edir. Texnoloji sənədlərə texnoloji xəritə, marşrut xəritəsi və əməliyyat xəritələri aiddir. Texnoloji xəritə, texnoloji əməliyyatlar, materiallar göstərilməklə detalların tam hazırlanma prosesini əks etdirən sənədlərdir. Başqa sözlə, texnoloji xəritə məlumatın bütün emal proseslərini özündə əks etdirən əməliyyatlar və onların tərkib hissələrini, materiallarını, istehsal avadanlıqlarını və məlumatın hazırlanması üçün texnoloji rejimlər haqqında ətraflı məlumat verən texnoloji sənədlər formasıdır. Marşrut xəritəsinə də keçim, sonra bunları bir-birlərindən ayırarıq. Marşrut xəritəsi iş sənədlərinin tərtibinin bütün mərhələlərində istifadə edilən əsas texnoloji sənəddir. Marşrut xəritəsi təchizatların, avadanlıqların, materialların, işin və s. göstərilməklə məlumatların müəyyən ardıcıllıqla hazırlanması, təmirin bütün əməliyyatları üzərində aparılan texnoloji proseslərin təsvirini özündə cəmləşdirir. Deməli, müəllimlər, 5-ci sinifdə texnoloji xəritə və marşrut xəritəsini keçmişdik. Bildiyimiz kimi marşrut xəritəsi əməliyyatların icra ardıcıllığıdır. Baxın, burada da deyir, müəyyən ardıcıllıqla hazırlanmasıdır. Amma texnoloji xəritə biraz daha ətraflı idi. Məsələn, hansı məlumatdan, hansı materialdan istifadə edirəm, onların hazırlanması, texnoloji rejimlər haqqında ətraflı məlumat verirdi. Sonra deyir ki, texnoloji xəritə, texnoloji əməliyyatlar, materiallar göstərilməklə detalların tam hazırlanma formasını əks etdirir. Başqa sözlə, texnoloji xəritə məlumatın emal prosesini özündə əks etdirən əməliyyatlar və onların tərkib hissələri, materiallar, istehsal avadanlıqları və məlumatın hazırlanması üçün texnoloji rejimlərdir. Texnoloji rejimlər haqqında olan ümumi sənədlərdir. Marşrut xəritəsi isə iş sənədlərinin tərtibinin bütün mərhələlərinin, baxın, bütün mərhələlər deyirdi. Bütün mərhələlərində istifadə edilən materiallar, işin tam göstərilməsi ilə məlumatların müəyyən ardıcıllıqla hazırlanmasıdır. Əməliyyat xəritəsi bu asandır. Keçidlərin, qurğuların, tərtib edilən alətlərin siyahısıdır. Məlumatın hazırlanmasında adətən çox sayda mütəxəssislər iştirak edir. Bəli, konstruktor çertyojları işləyir. Baxın, konstruktor, çertyoj, o hərflərin uyğunluğuna baxın. Deməli, konstruktor çertyoju işlədi. Texnoloq məlumatın detallarının emal texnologiyasını və yığılmasını işləyir. Texnoloq nə oldu? Emal texnologiyasını və yığılmasını işləyir. Müxtəlif ixtisaslı fəhlələr detalları hazırlayır və məlumatı yığırlar. Deməli, fəhlə detalları və məlumatları yığır. Nəzarətçilər isə detalların çertyoja uyğunluğunu yoxlayır. Bütün mütəxəssislər tərəfindən başa düşülməsi və oxunması üçün çertyoj ümumi qəbul edilmiş qaydalara uyğun tərtib edilməlidir. Bir də müəllimlər, ümumiləşdirək başdan. Görək bugün nə öyrəndik biz? Deməli, quraşdırma çertyojunu öyrəndik. Qurmaq, tikmək deməkdir. Sonra quraşdırma yaradıcı prosesdir.
Sonra keçdik konstruktor sənədlərinə. Konstruktor sənədləri tam məlumat daşıyan, məlumat haqqında tam məlumat daşıyır, mətn və təsvir sənədləridir. Quraşdırma sənədlərinə məlumatın işlənməsi, hazırlanması, nəzarəti, istismarı üçün lazım olan məlumatlar bazasıdır. Detalın çertyoju, quraşdırma çertyoju, spesifikasiya ilə birlikdə ümumi görünüş çertyoju, həmçinin təlimat sxemlər aid oldu. Sonra burada spesifikasiya ilə çertyojuna baxdıq. Sonra detalın çertyojunu öyrəndik, quraşdırma çertyojunu öyrəndik, ümumi görünüş çertyoju ilə əlaqələrinin fərqinə baxdıq. Sonra təlimatı, sxemləri öyrəndik, texniki rəsm, texnoloji proses, texnoloji əməliyyatları öyrəndik, texnoloji keçid öyrəndik nədir. Belə müəllimlər, bugünkü dərsimiz bu qədər. Hər birinizə uğurlar.